Hörmətli dostlar, əziz dostlar, bu tədbirin proqramı mənim qarşıma gələndə mən biraz təəccübləndim. Çünki mən bunu biraz təqdimat şəklində düşünürdüm. Yəni adətən belə bir nəticələr, belə təqdimatı olur. Amma gördüm ki, üzərində beynəlxalq konfrans yazılıb. Mən biraz təəccübləndim, amma indi görürəm ki, Zahid müəllim həqiqətən çox uzaq görən bir insandır. Hər baxımdan, deməli, həm bizim Milli Məclisi üzvlərini, həm bizim elmi mühiti məndən daha yaxşı tanıyırmış. Həqiqətən bugünkü tədbir çox maraqlı, mənə elə gəlir çox məhsuldar görüş oldu. Bu sadəcə bizim bu fəaliyyətin nəticələrinin müzakirəsi olmadı, eyni zamanda bir çox mühüm təkliflər, çox mühüm suallar, problemlər ortaya çıxdı. Və bu baxımdan güman edirəm ki, bu sizdən çox bəlkə də bu bizim üçün, Türk Akademiyası üçün bu faydalı oldu. Çünki burada qaldırılan suallar elə suallardır ki, bunu mütləq biz öz fəaliyyətimizdə nəzərə almalıyıq. Burada indi hörmətli millət vəkillərimizin, rektorlarımızın, alimlərimizin bir çox məsələlərə toxundular, qeyd elədilər. Həqiqətən Türk dünyasının bir inteqrasiya prosesi göz qabağındadır, mövcuddur. Və dövlət başçılarımız öz iradəsini ortaya qoyub artıq. Türk dövlətlərinin birliyi, bərabərliyi, bütövlüyü bir-birinə yaxınlaşması zamanəmizin bir tələbidir. Burada qeyd olundu, Qulu müəllim də dedi, dünyanın belə bir vəziyyətində Türk dövlətlərinin öz aralarında birləşmələri bizim üçün olum-dirim məsələsidir. Çünki bu dünyanın gələcəyi nə olacaq bilmirik, amma bu arada bizim bir arada olmamız, bir-birimizin güclərimizi birləşdirməmiz bizim üçün gələcəyimizin bir zəmanətidir, qarantiyasıdır. Amma hər bir inteqrasiya bu iqtisadi, nəqliyyat və s. sahələrdən olduğu, bu sahələrdən əvvəl təbii ki, bu humanitar sahə, elm, xüsusilə təhsil daha önəmlidir. Çünki inteqrasiya ona əsaslanmalıdır. Bu gələcəyimizin zəmanəti budur. Gənclərimiz sabah bu hər şey bizim gənclərimizə bağlıdır. Onlar hansı tərbiyəni alsalar, hansı dünya görüşünün, hansı biliyin, savadın sahibi olsalar, Türk dünyasının gələcəyi ondan asılı olacaq. Bu baxımdan Türk Akademiyası fəaliyyəti də məhz bu istiqamətə yönəlib və burada bir sıra bu məsələlərlə əlaqədar çox mühüm suallar qaldırıldı. O cümlədən mənə verildi. Mən o sualları çox qısa şəkildə toxunmaq istərdim və bəlkə mümkünsə cavab vermək istərdim. Hörmətli Sahib müəllim burada bir məsələni qeyd elədi. Eyni zamanda burada hörmətli Ədalət müəllim də bu məsələləri qaldırdı. Əslində bir-birinə bağlı məsələlərdir. Bu bizim fəaliyyətdə bir sosial elmlər var, amma eyni zamanda bu mühəndislik, süni intellekt, yapay zəka dediyimiz və s. sahələr. Mən bir məsələni deyim, Türk Akademiyası yaradılanda daha çox sosial elmlər, yəni ictimai elmlərə yönəlmiş bir fəaliyyət göstərirdi. Amma biz baxdıq ki, bu Türk dövlətlərinin inteqrasiyasında bu elm və təhsil sahəsinə cavabdeh olan təşkilat Türk Akademiyasıdır. Yəni bizim bu Türk Dövlətlər Təşkilatının baş katibliyi var, Türkpal var, Türksoy var və s. Amma bu elm təhsil sistemindən məhsul olan koordinasiya mərkəzi Türk Akademiyasıdır və burada sadəcə ədəbiyyatla, tarixlə və ya başqa sosial elmlərlə məşğul olmaq kifayət eləmir, bütün elmləri əhatə eləmək lazımdır ki, biz bu sahədə bir ortaq platform yarada bilək. Astanada 22-ci ildə keçirilən Türk dövlət başçılarının zirvə görüşünə biz məktub göndərdik dövlət başçılarımıza. Türk Dövlətlər Təşkilatının deməli bu fəaliyyət sahəsinin genişləndirilməsi haqqında bütün elmləri əhatə etməsi üçün və təşəkkür edirəm dövlət başçılarımıza. Türk Akademiyası artıq bu digər bütün elmləri əhatə edən bir təşkilat. Amma təbii ki, o sahəyə keçmək o qədər də asan məsələ deyil. Bu baxımdan bu TÜBİTAK-la bizim güclü əlaqələrimiz var. Elçin müəllim də bir neçə dəfə iştirak edib bizim bu tədbirlərimizdə. Bu sahəni əhatə edəcəyik və təbii ki, bu yapay zəka, süni intellekt və digər sahələrlə əlaqədar bir ortaya iş qoymağa çalışacağıq, ortaq platformanın yaradılmasını çalışacağıq. Bu ortaq əlifba məsələsinə toxunuldu. Ortaq əlifba məsələsi 91-ci ildən mövcuddur bu problem, amma 30 il ərzində həll oluna bilmirdi, müəyyən bir mərhələlərdən keçmişdi və 22-ci ildə bu məsələ Türk Akademiyasına tapşırıldı. Təqribən il yarım ərzində
bilirsiniz, bir neçə belə bir toplantı keçirildi və 23-cü ilin sentyabr ayında burada Bakıda keçirilən bu Ortaq Türk Əlifbası Komissiyasının iclasında bu ortaq əlifba təsdiq olundu. Yəni bu məsələ mənə elə gəlir ki, gələn ildə bu da qeyd olundu. Birinci Türkoloji Qurultayının 100 illiyidir və çox ümid edirik ki, Türk dövlətləri bu tarixə qədər bu ortaq əlifbanı qəbul edə biləcəklər. Amma o qədər də asan məsələ deyil, bu başdan deyim. Ortaq dil məsələsi, hörmətli Sevil xanım burada qaldırdı bu məsələni. Bilirsiniz, Esperantonun belə bir təcrübəsi var. Bu dil canlı bir varlıqdır, onu belə süni şəkildə idarə eləmək olmur. Məncə bu ortaq dildənsə o ortaq ünsiyyət dili daha vacib məsələdir. Çünki bəzən olur, biz Türkiyədə görüşürük və s. Məsələn, Orta Asiyadan olan bəzi alimlərimiz Rusça çıxış eləyəndə buna etiraz gəlir ki, niyə bunlar Rusça danışırlar və s. Mən də həmişə deyirəm ki, buna belə əsəbləşmək lazım deyil. Çünki bu maliyyə, iqtisadiyyat məsələsidir. 100 ildə artıq bütün Orta Asiyanın, Azərbaycan bütün ucqar kəndlərində məktəblər açıldı, rus dili öyrədildi və s. və s. və s. Yəni bu o qədər asan məsələ deyil. Yəni o rus dilindən ortaq türk dilinə keçmək. Ona görə bu da vaxt tələb edən bir şeydir, amma bu sahədə də fəaliyyət gedir. İndi biz təşəbbüs irəli sürdük, ortaq terminologiya, türk dillərinin ortaq terminologiyası komissiyasının yaradılması ilə əlaqədar. Bu yaxınlarda bu komissiya yaradılmalıdır və bu sahədən başlayacağıq. Yəni heç olmasa ilk mərhələdə terminlərimiz ümumiləşdirilsin və s. Ondan sonra bu məsələlərə daha çox diqqət olacaq. Orxun proqramı. Burada Türkinib deyilən bir təşkilatı Ədalət müəllim dedi. Türk Dövlətlərinin Universitetlər Birliyi. Ədalət müəllim UNEC 2 il sədrlik edib, özü bizdən yaxşı bilir o problemləri. Yəni, mənə elə gəlir ki, o təşkilat gücləndirilməsə, o canlandırılmasa, ora bir maliyyə vəsaiti və struktur dəyişiklik olmasa, bu məsələnin irəli getməsi, bu məsələnin canlandırılması biraz çətin məsələdir. Amma bu artıq müzakirə olunur. Türkiyənin YÖK, bilirsiniz, Yüksək Öyrətim Qurumunun və Türkiyə Akademiyasında bu sahədə təklifləri var. İndi bu yaxınlarda biz həm YÖK və bizim bu Ali Attestasiya Komissiyalarının rəhbərlərini də bir yerdə toplamalıyıq, bir toplantı keçirməliyik və burada da bu məsələlərə baxılacaq. Asif müəllim dedi, burada o Turan qəzeti və s. Razıyam sizdən tamamilə Asif müəllim. Azərbaycanlıların Orta Asiyada çox böyük fəaliyyəti olub. O cümlədən mən 6 il Səmərqənddə o UNESCO İnstitutunun rəhbəri olanda orada məsələn Seyid Rıza Əlizadə kimi böyle bizim böyük bir maarifçimiz olub Səmərqənddə. O həm özbək dilini, həm tacik dilinin ilk dərsliklərini yazıb və s. Və ya Sadıq bəy Ağabəyzadə bilirsiniz, onun ilk türkmən dilinin dərsliyini yazıb. İndi onları biz yenidən çapa hazırlayırıq Türkiyə Akademiyası olaraq. Bu sahədə fəaliyyətimiz var, amma güman edirəm ki, yəqin ki, bunu da genişləndirəcəyik. Ümumiyyətlə, bir daha sizin hamınıza təşəkkür etmək istəyirəm. Çox-çox bizim üçün həm faydalı, həm maraqlı bir görüş oldu, tədbir oldu. Zahid müəllim çox gözəl təşkil edib. Zahid müəllimə, Tahirə xanıma, bütün sizin əməkdaşlara təşəkkürümü bildirmək istəyirəm. Bir də bütün iştirakçılara təşəkkürümü bildirmək istəyirəm. Yenə qeyd eləmək istəyirəm ki, sizin bütün təklifləriniz nəzərə alınır. Biz öz fəaliyyətimizdə bundan sonra da nəzərə alacağıq. Gələn ildə Türk Barometri davam eləyir. Artıq gələn il, ya daha doğrusu üzr istəyirəm, 25-ci ildə artıq 25-ci ilin Türk Barometri Türk dünyasında gənclər probleminə həsr olunub. Çünki yenə təkrar eləmək istəyirəm, gənclərdir bizim Türk dünyasının gələcəyi və bu gənclik məsələsində, gənclər məsələsində hansı mənzərəmiz var, hansı mənzərə var, hansı problemlər var, nələr edilməlidir. Belə bir sorğu keçirdəcək Yeni Sosial Tədqiqatlar Mərkəzi ilə Azərbaycanda digər bizim tərəfdaşlarla güman edirəm ki, inşallah gələn ildə bu tədqiqatın nəticələrini bərabər bir yerdə müzakirə etmək imkanımız olacaq. Çox sağ olun.